Milliyyətcə ermənilər 4 nəfərdir burada. Onlar da həbsxanada olan ermənilərdir. Bu hadisələrdən əvvəl həbs olmuş adamlardır. Və onları da biz orada olan Azərbaycanlı əsir qardaş və bacılarımıza dəyişmiş fikirliyik. Sizin bəlkə bir sözünüz var, bax. Azərbaycan televiziyasında. Bəlkə bir sözüm var, bax bu vəziyyətlərlə olay qədər. Sizə nə cür təsir bağışlayır? Heç demə, kişi kimi də, heç demə də istəmirəm ki, qan töksün, nə erməni tərəfdən, nə Azərbaycan. Kimdir bu qan tökülür? Yox, heç xahiş edirəm, bu adamlardan kimdir? Qan tökülür ki, heç olmasa ki, müharibə gedir ki, uşağa, arvada, qoca adama dəyməsin. Elə bilin, düşün, adam kimi saxlayasın da. Bax, mən xahiş edirəm. O ermənilərə gəlsin. Bəs o qədər Xocalıda qan tökdülər. Kim tökdü o qanı? Ruslarla birlikdə mübarizə aparırız Azərbaycanlar. Deyirəm ki, parazivlikdən bir hamısı. Amma burada sizə bir artıq hərəkət olmur ki. Yox. Bax, deyil, kişi kimi. Sizi incidən, sizi döyən, sizi aç saxlayan. Bizə çörək də verirlər. Dünyada müharibənin də qanunları var. Əsir alınana çörək də verilməlidir, əsir alınanı hər şeyin qanunu. Amma dünən siz gördünüz gələn əsirləri. Görmüşüm. Nə vəziyyətdə gəldilər, gördünüz? Çox. Görürsünüz nə günə salınır? Siz bilirsiniz də 100%. Ki, Qarabağ bol yerdir. Bax, belə dolanmışdır. Bax, belə. Azərbaycanda getmişik, gəlmişik. Bu yalan sözdür. İndi bu kimin üçün xeyirdir bu? Bu qan, bu bileyin, bu askarbileni, hər bir söz. Adam bilmir də nə tər deyilsin də indi. Mən də adamam da, mənim günahım var ki, mən erməniyəm, balam. Mənim də dostlarım var, getmişik, gəlmişik, içmişik, nə bilim, hər bir şeydə indi. İndi hamısı qutarır, nə hörmət, nə vətən, nə torpaq. Nə deyə bilərəm ki, bir kişi kimi, qorxusundan deymirəm, elə bir adam kimi deyirəm. Bəs